Salam, hörmətli beşincilər, valideynlər, dəyərli izləyicilər. Bugün mən 5-ci siniflərin köməyinə riyaziyyatdan 51, 52, 53, 54-cü səhifələrdən gəlmişəm. 51-də verilən tapşırığın şərti buradadırsa, səhifə 51-də, misalları 52-ci səhifədə verilib. Belə bir yəqin ki, rast gəlmişsiniz. Ona görə də mən burada 51-52 yazmışam. Misalların nömrəsi 51-də düşüb, nə etmək lazımdır? Misalların əsl misalları isə 52-ci səhifədədir. Davam eləyirəm dəftərlə, uşaqlar. 51-də deməli, belə bir misal verilib. Qarışıq kəsir və tamın toplanması. Birinci tamları toplayırıq. Çox asandır. Uşaqlar, bu misallar rast gələndə çox da çətinlik çəkməyəcəksiniz. 3-ün üstə 1, yəni 3-ün üstə 1 nədir? Tamları toplayıram. 4. Kəsr hissəni isə, bunda kəsr hissi olmadığından 1-in qabağında. Elə bir dənə kəsr hissəmiz var. Heç nəyinə toplanmır, özü köçür bura. Burada da yenə də bir dənə 2 tam bərabərdir. Bunu mən istəyirəm qırmızıyla yazım. Axı qırmızıyla nə yazmışam uşaqlar? Qarışıq düşməsin. Hamısı göy rəngdə olanda ola bilər ki, qarışıq olar. Ona görə mən onu qırmızıyla yazmışam ki, burada göy yazsam bunlar buna qarışar deyə. Siz isə yəqin ki, qırmızıyla yazmağa müəllim icazə verməz. Göylə yazacaqsınız. Yenə də bu ikinci kəsirin tamı yoxdur. Birinci kəsirin tamı düşəcək bura. 2 tam. Məxrəcləri bərabər olan kəsirlər kimi də bu iki kəsiri toplayıram. 7-də 4 və 7-də 2-ni toplasam, olar 7-də 6. 7 tam. Bu birinci misalımız oxşadı. Bu da 2 tam. 9 tam. Kəsir hissə isə birindən var, birincidə var. Bunun da yoxdur ki, mən bunun üstünə gəlim. Ona görə də ancaq özünü yazıram elə. 3-də 2. Yenə də davam eləyirəm. Uşaqlı qırmızı rənglə. Yəqin ki, görünür ekrandan. Əgər biraz çətin görünürsə, biraz da düzəliş eləyək buna. Deyəsən, çox sarılıq verdi. Qoy belə qalsın elə. Deməli, 2 tamdan 9'da 1, 2 tam 9'da 1, bu da 9'da 7. Bunun tamı yoxdur. 2 tam 9'da 8. 9'da 8 oldu cavab. Həmin qaydada bunları da yazmışam uşaqlar. Baxın. Yenə bunların da birində tam var, birində yoxdur. Bunları bir də mən sizə uşaqlar təkrar izah eləmirəm, yazmışam. Burada da var elə. Bax, burada da yenə burada bir ikisini eləyəcəyəm sizinlə. Çünki burada hər ikisində tam var. Elə bir misal bizim bu tərəfdə mən sol tərəfdə görmədim. Buradan izah eləyəcəyəm sizə. Deməli 2 tam, bu da 1 tam. Olacaq neçə? 3 tam. Məxrəcləri bərabər olduğundan da toplamaq asandır. 8-də 5. 8-də 2-lə 8-də 3, 8-də 5 verir. 3 tamla 2 tam yenə 5 tam. 5-də 4. Bu qaydada eləmişəm uşaqlar. Vaxtınızı almaq istəmirəm. Ya da özümün vaxtını təkrar uzunçuluğa sərf eləmək istəmirəm. Həmin qaydada bunları da yazmışam. Misal 52-dən ikinci misal. Bu da həmin qaydadadır uşaqlar. Burada fərqli bir şey nədir? Onu mən sizə izah eləyəcəyəm. 3 tam üstünə gəlirik 1 tam. Oldu 4 tam. 4'də 2'nin üstünə 4'də 3 gələndə 4'də 5 eləyir. Onda bunu davam eləyirəm. Bərabərdir. 4 tam 4'də 5'i əvvəl belə yazıram. 4 tam üstə gəl 4'də 5. Bu düzgün olmayan kəsirdir. Bundan da 1 tam çıxacaq. 5'i 4'ə bölsəm, bu 4 tamı olduğu kimi əvvəl yazıram. Bərabərdir 4 tam, üstə gəl. 5'i 4'ə bölsəm olacaq 1 tam, 4'də 1.
Yeni bir kəsr aldıq. Bu da bərabər eləyər 5 tam 4də 1. İndi izah elədikcə başa düşəcəksiniz. Yəqin ki, birincidə o qədər başa düşmədiniz. Tamları toplayıram. 7 tam. 6'da 2, 6'da 5. Yanına da yazıram. Olacaq 6'da 7. Bu o deməkdir ki, bunu mən ayrı-ayrılıqda belə yaza bilərəm. Bərabərdir. 7 tam üstəgəl 6'da 7. 7 tam üstəgəl 6'da 7. Bu elə bu deməkdir. Mən biraz tamın arasında üstəgəl qoyurdum. Belə formada sizə göstərmək üçün yazdım. Bu da bərabər eləyər 7 tam üstəgəl 7'nin bu düzgün olmayan kəsirdir. Buradan 1 çıxacaq. 1'dən böyük kəsirdir. 7'ni 6'ya bölürəm 1 tam. Qalacaq 6. Yəni 7'nin içindən bir dənə 6 götürürəm. Qalır burada 1. Qalır 1'dir. 1. Bu da 6. 8 tam 6'da 1. İzahı bunun belədir. Diqqətli olun. Çətin bir izah yoxdur uşaqlar. Sizin başa düşdüyünüz bir izahlardır. 3 tam, bu da 3 tam. Birinci kəsirin qabağında 3 tam qarışıq kəsirlərin toplanmasıdır. 6 tam. Ortaq məxrəc yox. Kəsirlər ikisi də eynidir. Bağışlayın, mən burada ortaq məxrəc müxtəlif olanda olur. Burada eynidir. İkisi də 7. 5 ilə 4'ü toplayanda 9 surətləri toplayanda. Yenə burada kəsirlə nədir? Tam arasında üstəgəl işarəsi qoyuram. 6 tam 9 bölünsün 7'yə və yaxud da 7'də 9 bərabərdir 6 tam. 6 tama dəymirik. Olduğu kimi yazıram. Bu düzgün olmayan kəsirdən mən 1 tam götürməliyəm buradan. Bəlkə çox. Amma bizim misalımızda burada 1 tam çıxır. 1 tam 9'dan bir dənə 7 götürdüm. Bir dəfə düşdü. 7'də 2 qalacaq. Bu da bərabər eləyər. 7 tam 7'də 2. Burada isə 13 tam 5'də 8 yazıb gözləyirəm ki, ardını belə eləyəm. Həmin qaydada eləyəm. Bərabərdir. 13 tam üstəgəl 5'də 8. Bərabərdir. 13 tam 8'i də 5'ə bölsəm 1 tam 5'də 3. Üstəgəl 1 tam 5'də 3. Bu da bərabərdir. 14 tam 5'də 3. Bu biraz çətin olduğundan mənə görə yox, sizə görə elə bilirəm çətindir. Tamı yazıram 6 tam. Kəsirləri toplayıram. Qabağından yazıram 9 tam. 6 ilə 7'də 13. Yəni indi tamla kəsirin arasında toplama işarəsi qoyacağım burada növbəti mərhələdə. 6 üstəgəl 9'da 13 bərabərdir. 6 tamı yazıram, dəymirəm olduğu kimi 9'da 13'ü bölürəm 9'a 1 tam. 9'da 13'ün içində bir dənə 9 yerləşir. Qalır 4. Bu da bərabər eləyər 7 tam. Burada yerimiz də olmadı. Aşağıdan yazıram. 7 tam 9'da 4. Yine bunu da davam edeyim uşaqlar. 2 tam 6 tam 8 tam. 3 dənə burada ədəd verilib uşaqlar. 3 dənə kəsir verilib. Verilsə də deməli tamları topladım. 2 tam 6 tam. 3-cü kəsirdə isə tam yoxdur. Yazmadım. İndi 3 dənə kəsirin məxrəci 3'ü də 4 olduğundan 4 yazıram. Surətləri isə toplanılır. 5, 6. 6 olacaq. Yenə də tamla kəsir arasında toplama işarəsi qoyuram. 8 üstəgəl 4'də 6 bərabərdir. 8 üstəgəl. Bu 4'də 6'dan 1 tam çıxır. 4'də 2 qalır. Bu da eləyər 8 üstə 1 9 tam 4'də 2. 4'də 2 də bilirsiniz ki 2'yə ixtisar gedir. İndi hələ ki ixtisar o qədər sizdə tələb olunmadığı üçün mən elə belə yazıb qalıram. Həmin
misalın ardı buradadır uşaqlar. Həmin qaydada olduğundan mən bunu bax elə hazır şəkildə. Misalın ardı buradadır. Cəmi 3, 6, 12 dənə misaldır. Bunları da təkrar göstəreyim. Birincini. Çalışın, eləyin. Yaxud da videolara qulaq asın ki, bunu eləməsəniz də növbəti dəfə bu qarışıq kəsirlərin toplanması həmişə çıxır. Ta görürsən ki, universitetə hazırlaşan toplulular var. Onların da misalları elə yerə gəlir çıxır ki, kəsirlərin toplanması, bölünməsi, vurulması, çıxılması, qarışıq kəsirlər, düzgün olmayan kəsirlər. Bu həmişə lazımdır sizə. Həmişə lazım olacaq. İndi isə sizdə bünövrədir. Kəsirlər barədə yaxşı bilməlisiniz ki, sonra çətinlik çəkməyəsiniz. Burada müqayisədir. Kəsirlərin müqayisəsidir. Altda mən 4 kəsirlərin hesablayıb sonra müqayisə eləməliyik. 4 dənə bizim müqayisə olunacaq misalımız var. Əvvəldən qırmızına yazmışam, seçilsin ki, indi onları müqayisə eləyirəm. Sol tərəfi toplayıram. 3 tam 4'də 2. Sağ tərəf 3 tam 5'də 2. Aha, indi görəsən bunların hansı böyükdür? Tamlar bərabərdir. Görəsən 4'də 2, 5'də 2 hansı böyükdür uşaqlar? Bəzən görürsən belə bir mövzu sizdə keçilməyib. Bəlkə əvvəldə keçiriləcək yəqin ki. Sözsüz ki, müəllim bəlkə də dərsin izahında deyir. Burada məxrəclər yox, surətlər bərabərdir. Surətlər bərabər olanda məxrəci kiçik olan böyük olur. Məxrəci kiçik olan budur, 4'dür. Bu isə 5'dir. Onda bu böyükdür. Tamlar bərabər, surətlər bərabər, məxrəc kiçikdirsə deməli böyükdür. Onda sol tərəf, bax bu V-nin yerinə böyükdür işarəsi düşəcək. İndi ikincini hesablayıram. 3'də 2, 3'də 2. 3 tam 3'də 2'ni olduğu kimi yazıram. Sol tərəfdir, bir dənə kəsirdir. 3 tam 3'də 2. Sağ tərəfi isə hesablayıram o birincidən fərqli olaraq. 3'də 2, 3'də gəl 2 tam 3'də 2. Bu da eləyər. Gələ ki, işarə qoymuram. 2 tam 3'də 4. 2 tam 3'də 4. 2 tam 3'də 4 yazdım ora uşaqlar. İndi düzgün olmayan bir kəsir yarandı oradan. Düzgün olmayan kəsir. Ona görə də bax belə qoyuram ki, davamı var uşaqlar. 3 tam aha, düz topladım mı? 2 tam 3'də 4. Bəli, düz oldu. Bu da 3 tam 3'də 2. Deyəcəksiniz ki, uşaqlar, bəs belə eləyək də, nədir? Bu 3 tamdır, bu 2 tamdır. Bunu böyük götürək. Amma bunlarda var, bəlkə buradan da 1 tam çıxacaq, bunu da 3 eləyəcək. Bəlkə yox çıxacaq. Bəlkə kəsir hissəsi də böyük alınacaq. Ona baxaq. 3 tam 3'də 2. 4'də 3'ü 4'ü də 3'ə bölsəm 1 tam çıxır. 1 tam da bunun üstünə gəlir. Olur 3 tam 3'də 1. Deməli ki, tam hissələr bərabər, kəsir hissələrdə isə 3'də 2 böyükdür 3'də 1'dən. Ona görə də buranı mən böyük götürürəm. Deməli, bu misalımızda da, ikinci misalda da sol tərəf böyük oldu. Üçüncüyə baxıram. 6'da 1, 3'də gəl 5 tam 6'da 5. Yazıram. 6'da 1'in üstünə 3 tam 6'da 5 gəlsəm, eləyər 3 tam 6'da 6. 3 tam 6'da 6 və 5. Elə burada yazaq və 5. Ya da ulduz işarəsi qoya bilərəm. 6 6'dan da 1 çıxır. 3 tam, 1 tam da buradan çıxır uşaqlar. Olur 4 tam. 5 tam. Kiçikdir sol tərəf. Bunu davam eləyirəm. 4-cü müqayisə ilə. 4 tam 8'də 9. Bunun cavabı olacaq konkret. 4 tam 8'də 9. Sağ tərəfi isə 5 tam 2'də 1. 5 tam 2'də 1. İndi buradan
9'u 8'e bölsəm 1 tam buradan çıxacaq, veriləcək buna. 5 tam 8'də 1 qalacaq. 5 tam 8'də 1. Bu tərəf isə 5 tam 2'də 1. 5 tam 2'də 1. Yenə də görsə tamlar bərabər, surətlər bərabər. Surətlər bərabər olanda məxrəcə baxırıq. Hansı kiçikdirsə o böyükdür. 2 8'dən kiçik olduğu üçün 5 tam 2'də 1 böyükdür. Misal 53'də 4-cü. Burada boş yerlərə elə bir ədəd yazmalıyıq ki, cavab düz olunsun. 1 tam. İndi uşaqlar görün, bu biraz diqqət tələb eləyəndir. 2 tam olub. 2 tam olub. 1 tamın üstünə 4'də neçə gəlirik ki? 2 tam. Burada da 4'də 3. Aha. Buraya yazsam neçə yazmalıyam ki? Deməli, bir dənə 4 olsun o içində. Bunun içərisində 1 tam, bu tamı bir dənə artırmaq üçün bir dənə 4 olmalıdır. Əlavə bir də artıq olmalıdır ki, bu 2'ni 3'e çevirsin. Yəni 5 olacaq burada. 5. Görək düz oldu mu? Qabağında burada yazıram. Buradan yazıram indi. 1 tam, buradan da çıxacaq. 1 tam 4'də 1. Burada nə olacaq uşaqlar? 1 tam 4'də 1. 1 tam 4'də 2. Üstə gəl. 1 tam 4'də 1. Bərabərdir. 2 tam 4'də 3. Deməli 5 imiş. Doğru tapdım. İndi sizi də başa salacağım uşaqlar. 3 tam. 6'da 1 də var burada. Elə olub 4 tam 6'da 1. Bir tamımız tam bir dənə əksikdir. Onda buraya yazaq 6. 6'da 6 yazsaq 1 tam buradan gələcək. Bizə bir dənə tam lazımdır. Kəsir lazım deyil. Kəsirimiz burada 6'da 1, burada da 6'da 1'dir. 3 bir dənə 4 olub. 3'ü 4 eləmək üçün bura 6 yazıram. 6'da 6 1 tam deməkdir. 1 tam üstə gəl. 3 tam oldu 4 tam 6'da 1. İzaha ehtiyac varsa yazaram burada. Fərqi yoxdur. Belə də olar. 6'da 6'nı yerinə yazıram. 1 tam üstə gəl. 3 tam. Tam yazmadım ki qabaqda. 1 tam üstə gəl. 3 tam 6'da 1 bərabərdir. 4 tam 6'da 1. Yenə burada 3 tam olub. 3 tam olub. 1 tamı buradan almışıq. Yəqin bu düzgün olmayan kəsirdir. 3 tam olub. Deməli bu 5'də 5 olsa, 5'də 5 olsa cavabımız 2 tam 5'də 5 olsa onda 3 tam olar. 2 tam cavab 5'də 5 olsa 3 tam olar. Yəni bu 3 tamın yerinə cavab 2 tam 5'də 5 almalıyam ki 3 tam olsun. 5'də 5 alması için de mən buraya yazmalıyam 2. 3'də 5 üstə gəl. 5'də 3 daha doğrusu. 5'də 3 üstə gəl. 2 tam 5'də 2. Bərabərdir. Tamı yazıram bura. Sonra kəsri yazıram. 5'də 5. 5'də 5'dən də 1 tam alırıq. Veririk bura. Olur 3 tam. 4 tam 3'də 1. Bu kitabda veriləndir. Bizim isə tamımız lazımdır bizə. 3'də 1 var. 3'də 1. Yəqin ki 2'nin üstünə 2 gəlsək 3'də 1 olmaz. 2'nin üstünə gəlsək 2 4 olacaq. Mən indi bunu qabaqda yazıram uşaqlar. Bax 3 tam 3'də 2 3 tam yox. Üstə gəl. Tam yerini boş qoyuram 3'də 2. Tam yerini karandaşla da təkrar çəkirim. Hesablayıram bunu. Mən bunun ardını niyə hesablamıram? Çünki bu verilib deyə, bu kitabın verildiyini mən bərabər qoyub yaza bilmirəm. O üçün hesablayıram.
Bu da eləyər 3-də burada tamımızı yazaq, tamımızı. Tam yerini boş koydum. 3'də 4. 3'də 4. Bir tam buradan çıxacaq. 1 tam 3'də 1. Bu verəcək bizə 1 tam 3'də 1. Cavabımız isə 4 tam 3'də 1'dir. Onda bura biz 3 yazaq ki 3. Daha doğrusu burada 3 olmalıdır. Burada da 3 olmalıdır. Bunları mən sonradan yazdım. İzaha göre yazıram. Yine tam boşdur. 9'da 5 var. 4 tam var. 9'da 5 elə bu 9'da 5'dir ki, bura köçürüblər. Üstünə heç nə gəlməyib. 2 tamın tam artıb 4 olub. 2 tam artıb 4 olub. Burada da tam yeri belə boş qoyublar. Onda bura 2 tam yazırıq. Misalımız tam olur. Misal 5. 54-cü səhifədədir misal 5. Yani bu da sizin keçdiyiniz misalların üstündədir uşaqlar. Bu deməli bu videoda axırıncıdır uşaqlar. Diqqətlə baxın burada. Burada da məxrəclər bərabər deyil. Orta məxrəc tapılacaq burada. Tamı yazıram. 3 tam. Orta məxrəci tapmağa görə bir uzun məxrəc xətti çəkirəm. Kəsir xətti çəkirəm. 2 ilə 8 üçün elə 8-in özü. 8'i 2'ye bölürəm. 4 vururam 1'ə 4. Üstə gəl. 8'i 8'e bölürəm 1. 1'ə də vururam 1. Bərabərdir. 3 tam 8'də 5. Bu ixtisar olunmur. Həm də düzgün kəsirdir. Ve buradan 1 çıxmır ta. Düzgün olmayan kəsirdən 1 nədir? Tam çıxır. Gəlir. Burada isə 5 8'e bölünmür. Yenə də tamları toplayıram. Birincidə tam verilməyib, ikincinin tamını bura yazmışam. Ortaq məxrəc 20 götürmüşəm. 20'ni 4'ə bölmüşəm 5, 5'i də 3'ə 15. Üstə gəl. 20'ni 5'ə 4, 4'ü də 1'ə 4. Bərabərdir. 2 tam 20'də 19. Deməli, əvvəlki misallardan fərqli olaraq biz burada ortaq məxrəc tapırıq. Tamı olduğu kimi yazıram. Eğer tam burada da varsa qabağında ikisi toplanılıb yazılır. Ama burada birində olduğundan tam mən bu bir dənənin tamını yazıram bura. Kəsir xəttimizi çəkirəm. 4 ilə 6 üçün ortaq məxrəc. Ən kiçiyini götürməliyəm 12. Bəzən 24 də götürüb özlərini çətinliyə salırlar. Amma ən kiçiyi olanda işimiz sizin də işiniz yüngül olar. 12'ni 4'ə 3 vururam 1'ə eləyər 3. Üstünə gəlirəm. 12'ni 6'ya 2, 1'ə də vursam olar 2. Bərabərdir. 3 tam 12'dən 5. Burada 2 dənədir tamımız, daha doğrusu. Deyirdim ki 2 dənə yerdə tam olsaydı toplayardıq. Bax bu misalda 2 dənədir. 3 tam. Ortaq məxrəcimiz misalın özündə var 9. 9'u 9'a bölsəm 1, vururam 2'ye elə 2 eləyər. Üstə gəl. 9'u 3'ə bölsəm 3, 3'ü də 2'yə 6. 2 ilə 6 8. Tamımızı yazmadıq qabağında uşaqlar. 3 tam. Biraz 3 eybəcər düşdü. Amma yəqin ki gördünüz ki 3'dür. 2'nin üstü 6 8, 9 da yerində. Bu iki misalı da bu qaydada olduğu kimi elə. Burada ortaq məxrəc yenə 12. 2 ilə 5 üçün isə 10 götürüb misallarımızı hazır vəziyyətdə sizə təqdim edirəm. Gözəl balalar. Bəli, siz çalışın, öyrənin. Öyrənmək, bu illəri siz bu cür videoları sizə görə yazıram ki, siz savadlanasınız. Kör-köranı köçürməyin uşaqlar. Çətin də deyil, çox asandır. Bunları bilin ki, gələn mövzular bunların üstündə olacaq. Bunlar bu kəsirlər videonun əvvəlində dediyim kimi həmişə lazım olur. Həmişə riyaziyyatda istifadə olunur. Bu qədər. Bəyənin, paylaşın, abunə olun.